Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve selleme ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in. Emme ba'd. Min nevaqidul vudu guslul meyyit. Dəstəmazı pozan amillərdən biri də meyyit yumaqdır. Yəni ölü yumaq dəstəmazı pozan amillərdən biridir. Bu məsələ alimlər arasında ixtilafdır. Yəni alimlər ixtilaf ediblər ki, ölü yumaq dəstəmazı pozur, yoxsa pozmur. Bir qrup alimlər, yəni bir tayfa alimlər, daha doğrusu cumhur alimlər, əksəriyyət alimlər deyiblər ki, ölü yuduqdan sonra dəstəmaz almaq vacib deyil. Lakin müstəhəbdir. Yəni yaxşı olar ki, meyyit yuduqdan sonra dəstəmaz alasan. Amma vacib deyil. Və bu cumhur alimlərin görüşüdür. Lakin bir qrup alimlər də deyiblər ki, ölü yuduqdan sonra dəstəmaz almaq vacibdir. Yəni əgər dəstəmazın varsa, meyyit yudunsa, dəstəmazın pozulur və dəstəmaz almağın vacibdir. Yəni, xülasə, məsələ alimlər arasında ixtilafdır və bu məsələ ictihadi məsələlərdəndir. Allahu ələm, yəni Allah daha doğrusunu bilir, haqqa daha yaxın olan görüş dəstəmaz almaq vacibdir görüşüdür. Yəni ölünü yumaq, meyyit yumaq dəstəmazı pozur və dəstəmaz almaq vacibdir. Bu barədə bir neçə sahabələrdən fətva varid olub və o sahabələrdən İbn Ömər radiyallahu anhuma, həmçinin İbn Abbas və həmçinin Əbu Hureyra radiyallahu anhum. Və bu üç sahabədən və həmçinin digər bir neçə sahabələrdən varid olub ki, onlar bu barədə fətva veriblər. Məsələn, İbn Ömər və İbn Abbas radiyallahu anhuma bunlar deyiblər ki, yəni gəlib soruşanda ki, meyyit yuduqdan sonra dəstəmaz almaq vacibdirmi? Bu iki sahabə əmr edir. Əmr edir ki, dəstəmaz alsınlar. Və Əbu Hureyra radiyallahu anhudan soruşanda deyir ki, əqallu mə fihi əl-vudu. Ən azından dəstəmaz almalısan deyir. Yəni Əbu Hureyra radiyallahu anhudan bu barədə soruşanda ki, meyyit yuduqdan sonra dəstəmaz alınmı? Deyir ki, əqallu mə fihi əl-vudu. Ən azından dəstəmaz almalısan deyir. Və İbn Qudamə rahiməhullah buyurur ki, لا يعرف لهم مخالف من الصحابة. Yəni bu üç sahabədən bu barədə fətva varid olub ki, dəstəmaz almaq vacibdir və digər sahabələrdən buna müxalif bir rəy tanınmır. Yəni İbn Ömər, İbn Abbas və həmçinin Əbu Hureyra və həmçinin digər sahabələr bu barədə fətva veriblər, bu görüşdədirlər və digər sahabələrin bu sahabələrə müxalif bir görüşü rəvayət edilmir. Bunu İbn Qudamə rahiməhullah deyir. Allahu ələm, yəni bu məsələ bu yerdədir. Yenə qeyd edim ki, məsələ ixtilaflıdır və məsələ ictihadidir. Allah daha doğrusunu bilir, haqqa daha yaxın olan görüş odur ki, meyyit yuduqdan sonra dəstəmaz almaq vacibdir. Və bir məsələni qeyd edim. Burada fərqi yoxdur, yəni meyyiti, yəni ölü yanda əlində əlcək olsun və ya yəni şərt deyil, yəni sənin əlin ölünün bədəninə dəydi və ya yəni bir başa yəni dəydi və ya arada əlcək oldu. Yəni fərq eləmir. Yəni ölünü yumağın özü istər əlcəklə yu, istər əlcəksiz yu, istər əlin övrət yerinə dəysin, istər əlin övrət yerinə dəyməsin. Yəni onlar heç bir fərq eləmir. Mücərrəd guslul meyyit, yəni ölünü yumaq və bunun özü dəstəmazı pozan amillərdəndir və bu görüş haqqa daha yaxındır. Allahu a'ləm və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.